Hər kəsə salam, Nədən Danışağa baxırsınız. Bugünkü qonağımız səs aktyoru Ervin Paşadır. Xoş gəlmisiniz Ervin bəy. Xoş gördük, çox sağ olun dəvətiniz üçün. Yəni təklif elədiniz. İnşallah ki, maraqlı bir veriliş keçəcək, daha doğrusu podkast. Təşəkkür eləyirəm mən də dəvətimi qəbul elədiyiniz üçün. Ümidvaram bu gün çox maraqlı söhbətimiz olacaq. 100%. Məncə doğrudan maraqlı olacaq. Buradakı o obrazları gözləyirəm. Yəni sual altında deyil yəni. Yoxsa əvvəldə deyirsiniz? Yox, sual altında deyil. Hə, yəni ki, oyun artıq bəllidir. Olar. İlk sualımız belədir ki, Ervin Paşa kimdir? Ervin Paşa kimdir? Maraqlı bir sualdır. Belə deyim, xarakterik olaraq stabil, orta. Yəni nə 40%-in altı, nə 60%-in üstü. Həmişə monoton bir insan. Amma peşə olaraq çox dağınıq. Yəni aktyorluq fakültəsini bitirmişəm. 5 yaşımdan oyuncaqları düzürdüm, nə bilim başladım film çəkməyə, güya onlarla. Əslində uşaqlıqdan dublyaj da eləmişəm hətta. Yəni 5-6 yaşımda elə Hürrəm Sultan bilməm neçənci ildə çıxıbsa, daha doğrusu o möhtəşəm 100 il. Yadımdadır ki, telefonla yandırırdım, çəkə-çəkə canlı dublyaj edirdim onu. Uşaq olandan bu şey var imiş, yəni qanda var. Elə oldu ki, yəni düzdür, aktyorluq fakültəsinə qəbul oldum, oranı bitirdim, musiqili teatr aktyorluğu. Belə ümumilikdə yəni musiqi ilə məşğulam. Hal-hazırda daha çox dublyajla məşğulam. Ervin bəy demək olar bütün sahələrdə adınızdan söz keçə bilər məncə. Çünki siz həm rejissorluqda, həm ssenari yazmaq üzrə, həm aktyor olaraq, həm səs sənətçisi olaraq bütün sahələrdə varsınız. Bizə ən maraqlı olan dublyajdır məsəl üçün. Necə oldu dublyajı başladınız? Yəni artıq bunu bir sənət olaraq icra etməyə başladınız belə deyək. Bildim. Yəni sırf sənət olaraq başlamaq. O dediyim kimi, yəni uşaqlıqdan məşğul deyildim. Sadəcə uşaqlıqdan maraq olub. Yəni o qanda olan bir istedad kimi deyirlər də. Başlamağım amma 2018-də oldu. Yəni maraqlı gəlirdi ki, filmləri Azərbaycan versiyasında eləsək necə olar? Zaten bizdə var idi həm nəfələrdə. Fərqli indi düzdür, daha belə vulqar ifadələrlə olanlar var idi. Daha normal belə cəmiyyət içində daha çox izlənən videolar var idi. Marağım olduğuna görə dedim qoy mən də başlayım. Zaten o vaxtı səhifədə paylaşımlar eləyirdim, amma hələ ki dublyajı başlamamışdım. O formada başladım. Sonradan artıq ictimai təklif aldım. Zaten aktyorluq fakültəsində oxuyurdum deyə orada da tanışlar var idi, elə tanıyırdılar. Amma orada təbii ki düzgün diksiya ilə olmalı idi. Mən paylaşdığım dublyajlarda biraz o bayağılıq qatıram. Bayağılıq deməyək, daha elə bir ki insanların içindən biri kimi. Yəni çox rəsmi yox, necə standart belə hamı necə danışırsa o formada. Bizə uyğun. Hə, yəni hamımız belə necə ünsiyyət qururuqsa o formada. Amma yəni təbii ki televiziyada artıq elə deyil. Orada müəyyən nüanslar var, diqqət yetirməlisən, bəzi şeylərdən kənara çıxmaq olmaz filan, bu tipdə şeylər. Zaten ona görə komedik tərəf ordadır. Daha nə qədər səmimi olsa, insanlara daha yaxın olsa, məncə marağı onda olur. O qədər əsas. çox marağa səbəb olur Yəni və daha maraqlı alınır. eynən daha belə səmimi maraqlı alınır. Yəni dublyaj tərəfdən də eyni vaxtda ictimaidə məsələn dublyaja başlayanda, oradakı filmlərə, seriallara, bu tərəfdən də öz dublyajlarımla məşğul idim, amma bir yerdən sonra dayandım. Çünki həm vaxt olmadı, vaxt qıtlığı səbəbinə görə, həm elə çox davam eləmə həvəsi yox idi həm nəfələrdə. Tam əsas belə dublyajə öz səhifəmi, yəni yenidən açıb başlamağım 2024-də sentyabrda oldu. Sentyabrın 1-i idi. Yəni hal-hazırda 2 ili tamam olacaq bu yaxınlarda. 1 il olub artıq. Yəni çox qısa müddətdə yəni, o qədər kütlə yığıldı ki, bu formada da stabil disiplinli davam elədim. Burada məncə yenə də insanlara daha yaxın bir tərzdə videoları dublyaj eləməyinizin rolu çox böyükdür. Eynən, yəni maksimum məsələn hər videonun altına gələn rəyə baxıram. İnsanlar daha çox nəyi bəyənir, videoları analiz edirəm ki, məsələn hansı bir videonu paylaşmışam. Bu videoda insanlar nəyə baxıb hansı nüansdan sonra daha çox diqqətlərini çəkib baxmağa davam ediblər. Analiz eləyə-eləyə yavaş-yavaş o insanların o bəyəndiyi o tempi tutursan. Və nəticədə də Nəticədə yavaş-yavaş tam onların istədiyini verirsən elə bil ki. televiziyada, məsələn İTV, ASTV kimi kanallarda dublyajla məşğul olmusunuz. Məsələn bunlar sizə nəyi öyrədib? Əslində orada başlayan kimi artıq bir növ hazır idim. Sadəcə ilk dəfə ictimaidə elə ssenarinə, yəni düşünün məsələn film gedir, kadr. Deyirlər ki, bu obrazda. Filmə baxmırsan. Əgər baxmısansa məlumatın var, o heç bilirsən ki, hansı filmdir, nə olacaq. Amma adətən demək olar ki, baxmadığım filmlərdən olurdu və gedirdim birbaşa kadr verirlər ki, obraz budur, personaj budur, ssenaridə yazılır orada. Time kodlar var, məsələn, falan yerdə Ervinin hissəsidir. Ona baxırsan, yəni çox kiçik bir andır. Baxdın ssenariyə avtomatik olaraq əzbərə, bəzən heç kadra baxmadan birbaşa oxuyub mətni hiss elə verirsən. O da yəni maksimum sürətdə olmalıdır, çünki orada gözləmə deyə bir şey yoxdur da ki, oxu, bax, narahat olma, gözləyirik biz səni, get otur filmə bax filan, elə bir şey yoxdur. O birinci çox yorurdu.
əvvəl-əvvəldə. Sonradan sonraya yavaş-yavaş tam belə oturuşdu. Artıq çox rahat. Yəni heç bəzən kadra baxa-baxa belə çox rahat məsələn ssenarini oxuyursan, olur bir dəfə, iki dəfə təkrar olur. Yəni olmaması mümkün deyil, amma bir də görürsüz belə tam belə rahat gedir. Çox maraqlıdır, amma səhnə gedə-gedə sizin onu dublyaj eləməyiniz həm də biraz risklidir məncə. Risklidir. Yəni çox olur ki, məsələn dil də çaşa bilir. Eyni vaxtda bir ssenarini oxuyub, zaten orada belə bir nüans var. Obrazın ağzına uyğun hərəkət eləməlisən. Ona görə orada məsələn aktyorun orijinal səsi gedir, ingilis dilindəsə o formada. Ona qulaq asa-asa belə bir 2 saniyə gecikməklə onu eşidib ona uyğunlaşırsan burada. Uzun tekst olanda nə qədər uyğunlaşsan da, çünki bizim Azərbaycan dilində olan cümlələrlə ingilis dilində olan cümlələr bəzən başa-baş eyni olmur. Fərqlidir, uzunluğu Eynən, olsun. hə. Yəni məsələn ssenarist onu yazanda, tərcümə eləyəndə baxmır o situasiyalar. Tutaq ki, orada çox kiçik bir söz deyir, okey filan. Bizdə o uzun bir cümlə kimi olur. Yaxşı, mən gələcəm deyə tutaq ki. Avtomatik olaraq məcbur biz nədənsə kəsirik, baxırıq bir analiz edirik ki, hansını çıxardaq ki, tam otursun yəni. Burada məncə dəqiqlik də olmalıdır, mütləq ki. Dəqiqliyi biraz dəqiqlik. eynən, yəni zehni tam belə açıqlıq olmalıdır ki, baxan kimi uyğunlaşasan yəni o situasiyaya. Amma mən elə bilirdim ki, filmlərdə dublyajlar əvvəlcədən hiss olur. Məsələn, sizin tutaq ki, hissələriniz, siz hər hansı bir aktyoru səsləndirirsiniz, onun səsini. Siz bunu əvvəlcədən eləyirsiniz, daha sonra montajda bunlar birləşdirilir. Amma fərqli imiş. Yox, yəni canlı-canlı baxa-baxa orada yəni ona uyğunlaşıb dublyaj eləyirsən. Çox maraqlıdır, çox fərqlidir və çox risklidir. Maraqlıdır, yəni daha doğrusu maraqlı olduğu qədər çətin tərəfləri nələrdir? Obraza uyum sağlamaq. Türklər demiş. Uyğunlaşmaq. Yəni eynən, məsələn, baxırsan bir personaja, tutaq ki, kök bir adamdır. Amma obrazın xarakteristikası var deyə, bu kök olsa da bəlkə ola bilsin daha incə bir səs çıxardır. Yəni buxağı var deyə, sıxıq bir şeydir. Onu da tutmalısınız. Yəni belə bir səs çıxır. Boğ, amma elə var ki, kök adamdır tam əksinə. Daha qalın, daha ciddi bir personajdır, ona uyğun səs ötürürsən. Dublyaj sənəti həqiqətən də çox maraqlıdır. Bir balaca yəni o nüanslara görə həqiqətən çox maraqlıdır. Gərək psixoloji baxımdan da tam bir bilgi olsun ki, baxdığın personajı tutasan, hansı səsə sahib ola bilər. Orada məsələn davranışlar var. Kiməsə imalı bir söz deyə bilərsən. Məsələn, birinə mən səni çox istəyirəm, doğrudan da o səsi elə ötürməlisən ki, çox istədiyi görünsün. Amma bəzən ola bilər ki, tam əksi olsun, ironiya ilə deyir məsələn. Mən səni çox istəyirəm, birazdan öldürəcəm kimi alt mənası. Yəni səs tonunda hissləri də verməliyik 100%. Ən əsas orada odur. Yəni üz mimika yoxdur bizdə, aktyor kimi görünmürük, amma səslə onu ötürmək lazımdır. Elə bu yerdə bunu soruşacaqdım ki, səs tonunu, yəni necə belə deyək, ayarlamalıyıq və ya səs tonunu komediyada istifadə etmək üçün bizdə hansı bacarıqlar olmalıdır? Belə deyim, birinci növbədə daha çox insan tanıma deyərdim. Ətrafda mən məsələn metroda belə gedəndə baxıram insanlara, görüm bu necə danışar normalda, necə hərəkət eləyir. Məsələn bir qadındır gedir belə-belə, baxıram ki, bu qadın danışsa necə danışardı. Analiz eləyirsiniz. Eynən, yəni psixoanaliz gedir bu. Qadın hara gedir, bu dəqiqə keyfi necədir filan. Bunların hamısını yavaş-yavaş belə təftəşura atırsan beyinə. Və material olaraq orada personajlar yığılır. Yəni səsi kopyalayırsan kimlərdənsə ki, belə bir personaj olsa nə vaxtsa mən bunu istifadə eləyərəm. O dediyim kimi bəzən olur kök bir adamdır, amma digər ki səsi daha nazik, incədir. Yəni bu mümkün olan bir şeydir. O da artıq personaja baxıb filmdə analiz eləyirsən ətrafımdan, nə bilim, qohumlardan, tanışlardan, dostlardan kimi buna uyğun görürəm, kimin səsini eləyim. O formada yəni o səsi tapıb çıxardırsan. Həqiqətən də çox maraqlıymış dublyaj. Yəni hə, o tərəfdən yəni dediyim kimi çox maraqlıdır, əyləncəlidir. Yəni sıxılmırsan, saatlarla orada otururam məsələn 3 saat, 4 saat bir də görürsüz. Amma bunu sevərək eləyirsiniz də. Çox sevirsiniz. Eynən, yəni vaxt necə keçir, heç ümumiyyətlə fərqində olmursan. Belə oturub sıxılasan 3-4 saat. Normalda o 3-4 saatı otursan, hardasa insan dəhşət sıxılar yəni oturmaqdan. Amma orada heç yəni fərqinə varmırsan o saatların. Həm çox maraqlıdır, həm də çox sevirsiniz deyə vaxt necə keçdiyinin fərqinə varmısınız. Yəni bu dəqiqə ən çox sevdiyim sahə elə odur. Məsələn, mən soruşacaqdım bir personajın səsini, daha doğrusu bir personajı səsləndirərkən nəyə öncəlik verirsiniz? Belə başa düşdüm ki, onun görünüşünə ilk baxırıq, necə görünür və bu adamdan necə səs çıxar belə deyək. Eynən, yəni görünüşə baxıram. Bir də yəni dediyim kimi bənzətmələr eləyirəm. Kimə oxşuyur. Bəs özünüzə məxsus üsullarınız var, istifadə eləyirsiniz bunlardan, hansısa obrazı səsləndirərkən? Özümə məxsus adətən maksimum fərqli səslər çıxartmağa çalışıram. Yəni tək özüm dublyaj eləyəndə, zaten ictimaidə də belə bir situasiya olur ki, mənim əsas personajım olur, amma əsas personajdan savayı yan personajlar da verirlər. Ki məsələn burada 3 nəfər var, bu 3 nəfər də film boyu 4-5 yerdə görünür. Bunlara da bir səs yazaq kimi. Onlara baxıram, deyirəm ki, əsas personajdan tam kənar bir səs olsun ki, bəzən onların yanbayan olduğu situasiyada
ikisini də mən səsləndirirəm deyə bilinməsin mənim ikisi də. Fərqi hiss eləməliyik. Eynən, yəni mütləq şəkildə o fərqi qatmaq lazımdır. Demək olar ki, bəzi hallarda öz açıq səsimdən istifadə edirəm. Yəni hal-hazırda məsələn öz səsimlə danışdığım filmlər çox azdır. Daha çox fərqli personaj səsi çıxardıram. Amma yenə də hiss olmaz sizin səsinizdə. Yəni sizin dublyajlarınıza baxanlar bilər ki, səs tonunuz. Yəqin ki, hə, səs tonundan bəlkə bilinər. Amma Qəti fikir hiss vermirsinizsə heç o biri səslər mənim səsimə oxşamır. Onu deyirəm zaten heç hiss olunmur, heç bilmək olmur. Evin Hə, bəyin yəni səsidir bu. başqa-başqadır. Hətta o qədər rəy gəlir məsələn, bu neçə nəfər səsləndirib ya falan Eynən. kəsi səsləndirən kimdir? Maraqlı gəlir insanlara, amma hamısı mənəm yəni. Hamısı oradakı mənəm. Bir ailədə 8 nəfəri eyni adam səsləndirir, amma bunu qətiyyən başa düşmək olmur. Elə istədiyim də odur ki, yəni başa düşülməsin o mənə. Teatrda bildiyim qədərilə olmusunuz bir müddət. Aha, bəli, Necə çıxışlar keçib olub. teatrda olan dövrünüz? Niyə oradan indi davam eləmirsiniz? Niyə teatrda deyilsiniz məsələn? Teatrda niyə deyiləm, açığı. Biraz orada proseslər çox uzun vədəli keçir. Yəni tamaşalar bəzən olur 6 ay, 3 ayla, 5 ay belə uzun mərhələ boyu gedə-gedə hər dəfə vaxtını ora sərf eləyirsən. Hazırlıq prosesi. Eynən, yəni məşqlər olur, məşqdən əvvəl yəni ssenarinin oxunması, əzbərlənməsi. Həm o baxımdan biraz sıxıldım. Çünki o qədər uzun vədəli bir proses mənə görə deyil. Yəni mən lakonik işləri daha tez sevirəm, olsun bitsin bu qədər. Kiçik bir vaxt ərzində, bir həftə, uzaqbaşı belə çox olsa bir ay. Səbriniz çatmır. Biraz o baxımdan səbirsizəm. Bir də nəyi sevmirəm? Məsələn, proses gedən vaxtı işdən kənar söhbətlərin olması. Teatr cəmiyyətində də yəni daha çox bu tipdə söhbətlər olur. İş qalır elə bir qıraqda 20% işdə, yerdə qalan 80% ya dedikodu olur, ya nə bilim kimsə kiminsə ayağının altını qazmağa çalışır falan. Bu tipdə söhbətlər yəni məni yorur deyə dedim ki, yox, mənlik deyil. Dedim ən yaxşısı uzaqlaşım. Teatrda Ona görə qoydunuz də kənara. bəli, teatrda qoydum kənara, uzaqlaşdım. Film, serial sahəsi də biraz elədir. Daha çox çalışıram bu dəqiqə özüm, yəni film çəkim, serial çəkim. Həm filminiz var sizin bu arada, bunu da qeyd eləyək. A Drop of Happiness adlı bir filminiz var. Bəlkə izləyənlər bilər, amma izləməmisinizsə mütləq izləyin. Bu filmin məsələn çəkmə ideyası hardan yarandı sizə? Necə qərar verdiniz ki, biz belə bir film yaradaq? Açığı onun sonluğunu gördünüzsə o bir reklam çarxı idi əslində. Necə ərsəyə gəldiyim, bizə verilən büdcəyə əsasən biz 1 dəqiqəlik bir şey nəzərdə tutmuşduq. Yəni mənim düşündüyüm ideya da 1 dəqiqəlik idi. Evdə bir oğurluq hadisəsi olacaqdı, sırf reklam çarxına uyğun. Sadəcə birdən-birə necə oldusa mən qərara gəldim ki, ümumiyyətlə bir ssenari yazıram, daha uzun. Yəni düşünmüşdüm 25 dəqiqə, 20 dəqiqə civarı aralığında olan bir şey olsun. Elə oldu ki, yəni təsdiqləndi. Dedim ki, yəni mənim üçün büdcə önəmli deyil, mən bunu bir şəkildə eləyəcəm. Amma büdcə doğrudan önəmli imiş. Çox qaça-qaçın oldu. Biz məsələn Qəbələdə çəkiliş eləmişdik. Səhv eləmirəmsə, tam yadımda deyil. Sonra Laza kəndi var idi, ora qalxmışdıq. Çəkilişlərin əsas hissəsi orada olub. O mərhələdə elə bil ki 3 gün vaxt ayırmışdıq. 2 günü yağış yağdı leysan. Biz 2 gün sadəcə boşdan vaxt itirdik. Son bir gün qalmış bütün çəkilişləri eləmişik demək olar. Belə bəxtsizliklər də. Yəni məsələn gecə çəkilişi orada harda olub? Tək bizdə bir kamera var idi və salam. Elmar idi operator. Həm də ki rejissor olaraq o kömək edirdi. Bir də yəni Teymur idi bizlə. Orada gördüksə şaman obrazı. Cəmi yəni 5 nəfərlə biz onu idarə eləmişik ümumi çəkilişi. Biraz çox qaça-qaçın oldu. Yəni mən elə həmişə dediyim bir söz var, montajda həll eləyərəm. Hamısını atırdım montajın üstünə. Bir də bizdə məsələn mikrofon problemi var idi. O problemə görə də belə qərara gəldim ki, dedim gəlin belə eləyək. Biz güya ingiliscə danışırıq, bu xarici filmdir. Sonradan bunu sırf ASTV dublyajı tərzində eləyək. Yəni işin ironik tərəfi olsun, ASTV dublyajı. Səmimi elə bil ki, o Azərbaycan dilindən Azərbaycan dilinə dublyaj olmasın da, ağızlar fərqli açılıb bağlansın. Orada da ingiliscə nə gəldi danışırdıq yəni. Sadəcə ssenarini hamı bilir, əzbər. Bilir ki, məsələn burada bu deyilməlidir, orada oğlan da arxadan təkrar eləyir. O dedikcə biz özümüzə ağlımıza nə gəlir deyirdik, yəni ingiliscəsində. Cümlənin heç birinin anlamı yox idi. Bəzən İtalyan, bəzən İspan belə qarışırdı aləm bir-bir. Çox maraqlıdır. Mən də elə soruşacaqdım, niyə dublyaj üsulu ilə filmi reallaşdırmısınız mikrofon belə deyə. olmamasına görə, bax ona görə deyirəm büdcə önəmli imiş. Mən dedim ki, büdcədən problem yoxdur, mən həll eləyəcəm. Elədim, düzdür. Yəni həll eləmiş oldum, amma təbii ki, özümüzün danışığı olsaydı, Azərbaycan dilində olsaydı, personajlar da məsələn avtomatik olaraq adları dəyişdi. Çünki o dediyim kimi xarici bir film kimi təqdim eləmək istədi dublyaja görə. Həm orada Jacob oldu, sonra nə bilim Michael idi deyəsən, yadımda deyil adlar bu dəqiqə. Amma bu, yəni texniki problem belə deyək, çox qəşəng bir nəticəyə gətirib çıxardı. Siz dublyaj stilində film. Yəni bir növ özüm dublyajla məşğulam deyə, yəni məntiq olaraq eyni yerə gəlib çıxdım.
Heç gözləməzdiniz amma nəticəsi belə olsun. Heç gözləməzdim. Yəni hətta mən gəlib evdə montajı başlayanda dedim ki, yox, buradan bir şey çıxmayacaq. Yəni o qədər qarışıq idi ki, əslində rahat tərəfi nə idi? Məsələn, bu yaxınlarda biz bir seriala başlayanda yenə də tələm-tələsik oldu, çox qarışıq oldu. Amma orada mikrofon problemi var idi. Səslər o qədər çoxdur ki və xaos var. O səsləri bir-birindən ayırmaq, personajların hamısının kadrı ayrı-ayrı və neçə dənə dubl olub. Yəni fərqli rakurslardan, fərqli planlardan təkrar-təkrar çəkilib. Onları yığana kimi dedim ki, valla dublyaj olunmuş da rahatdır. Sadəcə lazım olan kadrı yığırsan arda-arda, fondan da səs gəlmir. Dublyaj eləyirsən çıxır gedir. Amma real səsləndirməklə çox çətin olur. Amma dublyaj daha rahat olur və daha qəşəng alınır. Eynən, dublyaj çox rahat idi. İstədiyin vaxtda gəl otur dublyaj elə, bəyənmədin, dəyiş. Orada elə bir çətinlik yaşamırsan yəni. İşinizə istəmədən, bilmədən rahatlıq qatmış olmusunuz. Bir növ əslində çox rahatçılıq qatmışam. Bildiyim, daha doğrusu oxuduğum qədərilə festivallara filminizi göndərmisiniz. Həmin film bu filmdir, yoxsa başqa filmləriniz də var? Yox, o belə deyim, Cannes festivalı idi. Orada brief olaraq ötürülmüşdü ki, 48 saat ərzində 1 dəqiqəni keçməmək şərti ilə telefonla çəkilməlidir. Qısa bir film olacaq. Brief də bu idi ki, dünyanın məsələn çirklənməsi, havanın çirklənməsi bununla bağlı. Biz də uşaqlarla yığışdıq, bir araya gəldik. Elə demək olar o da 24 saat ərzində çəkdik, hazırladım, montaj elədim. Ssenarini də elə o ərəfədə yazdıq. Sadəcə olaraq festivalda ən fərqli film bizdə idi deyə üstündə daha çox işlənmiş. Yəni düşünürlər ki, bu əvvəldən nəsə planlaşdırılmış bir şeydir və yaxud da əvvəldən biz bunu eləmişik. Ona görə də heç o siyahıda salmadılar yəni. Bunu necəsə sübut etmək olmur orada? Onu siz yəni baxan olmaz zaten. Ki belə sübut eləməyə cəhd göstərək filan. Mən də zaten maraqlı deyildim o işdə. Sadəcə təklif idi, getmişdim ki, eləyərik. Elə bir gözləntim yox idi və yaxud da elə bir istəyim yox idi ki, bu festivalla harasa gedim. Sadəcə bir təklifi qəbul eləmişdim. Çox üzücü bir haldır. Yox, əslində yaxşı idi. Mənim üçün də praktik oldu. Yəni 48 saat ərzində o qədər şey eləmək. Amma məncə nə vaxtsa sizin də filmləriniz və ya dublyaj elədiyiniz filmlərdən hər hansı biri, dublyaj üsulu ilə çəkdiyiniz filmlərdən biri ən yaxşı festivallarda rol oynayar. Əslində istəmirəm. Niyə? Festival yox. Daha çox insanların baxması üçün elə sosial şəbəkələrdə. Mükafat almaq istəməzsiniz heç bundan bağlı? Yox, yəni düşünməmişəm. Elə mükafat filan. Mənim üçün əsas maraqlı olan insanlar baxsın, bəyənsin. Bir də daha çox çalışdığım qədər təbii ki, insanların üzündə gülüş yaratmaqdır. Yəni nə qədər kiməsə xoş enerji bağışlaya bilirəmsə, onu ötürə bilirəmsə, o mənə bəs eləyir. Çox fərqlidir düşüncəniz. Adətən insanlar, yəni daha doğrusu bu sənətlə məşğul olan insanlar hər hansı bir mükafat almaq üçün çox əlləşirlər, çox can qoyurlar ortaya, belə deyək. Məndə o dediyim kimi 40-ın 60-a əvvəldə dediyim xarakterim çox stabildir. Yəni belə deyim də, mənim üçün müəyyən qədər böyük bir pulu gətirib qabağıma qoysaz, 1 manatdan eyni reaksiya verəcəm. Ona görə mənim üçün elə böyük bir məsələn fərqlilik yoxdur, o mükafatı əldə elədim, eləmədim. Əldə elədim, yaxşı, yəni qalacaq qıraqda ki, var bu məndə. Çox maraqlı və fərqli yanaşmadır. Biraz yəni sadə, daha belə rahat olmağa çalışıram. Filminiz A Drop of Happiness olsun, həm də bu çəkdiyiniz 24 saatlıq səhv eləmirəmsə film. Bəli. Sizə məsələn öz sahənizdə, yaradıcılığınızda və ya dublyajda nə qatdı, yeni nə öyrənmiş oldunuz oradan? Dublyajda məsələn ilk Drop of Happiness-də nəyi öyrənmiş oldum? Bilmirəm məlumatınız var yoxsa yox. Adətən hansısa bir film çəkiləndə orada ayaq səsləridir, nə bilim maşının qapı səsidir filan. Bunlar sonradan hamısı bir-bir yazılır. Interşum olaraq məkanın səsi filan. İlk dəfə mən bunu yoxladım. Yəni internetdən götürülməyən səslərdən özümüz evdə yazdıq. Məsələn qum səsi idi, gəzmək səsi, ayaq səsi. Getdim küçədən torpağı doldurdum bir qabın içinə, tasın içinə. Bizdə pişiyin qumunun olduğu qab var idi. Samanı doldurdum, fikirləşdim ki, yəni avtomatik olaraq ot var, saman səsi lazımdır, otun səsini verəcək. Çınqıl daşlar doldurdum, ayaqqabı ilə filan o səslərin hamısını yazdıq. Çanta səsi idi, çanta səsini yazdıq. Nə bilim küçənin səsi idi məsələn. O bitkilərin, daha doğrusu bitkilərin, əstəğfurullah, o quşların səsi filan hamısını, yəni o ortamın səsini filan hamısını sıfırdan yazdıq. Nəticə olaraq ona görə daha keyfiyyətli səs əldə etmiş olduq. Çox maraqlı təcrübə olub amma sizə də. İlk öyrəndiyim eynən bu idi və çox maraqlı təcrübə oldu. Deyən davam eləmək istəyirsiniz, məsələn, bunları yaratmağa, yoxsa istifadə eləyərsiniz olan səslərdən? Hal-hazırda eləyirəm. Yəni hal-hazırda da bütün səsləri demək olar özüm işləyirəm elə o formada. Yormur sizi bu? Çünki biraz uzun proses olar məncə. Biraz o detalçı insanam deyə o yorğunluğu hiss eləmirəm dediyim kimi. 3-4 saat belə keçir. Oturub heç düşünmürəm ki, ayda yoruldum, bir də bunu belə eləmək var. Yox, hamısını oturub axıra kimi baxıram, bir-bir tapıram. Olur internetdən məsələn tapdığım olur. Bəzən yəni axtarıb, daha doğrusu özümün yaza bilmədiyim səslər olur.
Məcbur artıq internetə müraciət edirəm. Bildiyim qədərilə hazırda da serial çəkirsiniz və ya ssenari yazırsınız. Belə bir şey məlumat var məndə. Eynən, hə, davam eləyir, yeni Aha. başlamışıq. Nə deyə bilərsiniz bundan bağlı? Bununla bağlı əslində türklərdə belə bir konsept var. Var bunlar Aha. adı altında bir də gibi. Belə deyim, musiqisiz, sadə, yəni dialoqlar daha belə insanların içindən. Məişət üslubunda. Eynən, məişət üslubunda gerçəkçi maksimum. Ona cəhd göstərirəm. Birinci bölüm yenə qaça-qaçla oldu. Çox tələm-tələsi 3 günə ərsəyə gəldi. Yəni çəkiliş, montaj eyni vaxtda 3 gün ərzində yatmamışam demək olar. Səhərə kimi montaj, çəkiliş. Onun da səbəbi var idi. 3-cü günün sonunda səhər saat 7-də yatanda artıq yuxu yox idi. Yəni, o dərəcəyə gəlib çıxmışdım ki, belə uzanmışam bu formada. Sağ olsun dostum. Çox kömək oldu. Zombi kimi belə uzanmışam. Yuxu yoxdur, yəni yuxu gedib. Baxıram ki, mən nə edeyim ya? Yuxunu yaddan çıxarmışam. Necə yatacağam mən? Sonradan güc bala ilə də məcburi yatdım. O gündən sonra belə ümumi günüm dəyişdi. Yəni gecələr oyaq qalırdım, səhərlər, gündüzlər yatırdım. Yuxu rejimim hələ təzə-təzə düzəlib, yəni. Bu gün də düzdür, saat 5-də yatmışam. Səhər də saat 9-da oyanmışam. Hələ də düzəldə bilməmişəm o yuxu rejimini. Amma var bunlar kimi bir layihə Azərbaycanda olmağı məncə çox maraqlı olar. Məncə də çox maraqlı olar. İndi ona cəhd göstərirəm, dediyim kimi. Yəqin ki, istədiyimin hardasa bir 40-50%-ni əldə eləyərəm. Görək. Maksimum düzdür çalışam daha yaxşı olsun. Qismət. Ona artıq izləyicilər qərar verər. Mən düşünürəm ki, qaça-qaçla hazırlanan hər şeyin həm dadı başqa olur sonda, həm də çox maraqla qarşılanır, istədiyimiz kimi olur. Sanki o qaça-qaç ona xüsusi bir rəng qatırmı? Eynən. Yəni əslində qaça-qaçın ən böyük problemi nədir? Məsələn, bilgi baxımından tutaq ki, bilirəm işıq necə qurulmalıdır, burada filan məkanın rəngi necə olmalıdır, geyimlər necə olmalıdır. Amma vaxt qıtlığı olanda işığı ki çatdırmırsan, bir də tək olanda adam daha belə çətin olur. Yəni düşün, həm ssenarini məsələn yazıram, aktyorlarla iş prosesində özüm də oynayıram aktyor kimi, rejissor kimi də elə aktyorlara izah edirəm situasiyanı. Düzdür, bir gün əvvəlinə məşq eləmişdik. Yəni hamı ilə bir işləmişdim ki, kim harda necə reaksiya verəcək, kim necə oynayacaq. Burada məsələn imalı söz varsa sən bunu necə deməlisən filan. Amma istərsəməz çəkiliş günü biraz say çoxluğu səbəbinə görə səs-küy olur. Biraz məsələn danışıqlar çox olur və tək formada kameranı izah edəndə kameranı burdan qur, nə bilim işığı belə eləyə deyib, əslində heç bir işıq qura bilmirik. Tək bir dənə işıqla məcbur qalıram ki, da eybi yox, qoy bir dənə tez yola verək. Əsas odur çəkir. Yəni bu dəfə belə oldu, amma o baxımdan çox titiz yanaşmağı sevənəm. Yəni oturum işığı əməlli başda əvvəldən planlı şəkildə, yəni tərtib edeyim, hardan qurulacaq, kamera hardan olacaq, aktyorun səhnəsi hardan çəkiləcək, necə qaydası necədirsə, yəni o formada. Dəqiqliyi sevirsiniz deyə hər şeyi dəqiq eləməyə çalışırsınız. Daha düzgünü necə olmalıdırsa onu eləməyə çalışıram. Amma yenə də qaça-qaçın qucağına düşürsüz. Məcbur. İndi inşallah ki, bu işlə daha çox məşğul olan insanlarla bir araya gəlsəm, həvəsli bir də ki, bilgili olan insanlarla daha rahat olar deyə düşünürəm. Yəni kameranın qurulması, işığın qurulması, ən azından mizanı məsələn verəndə avtomatik olaraq sual verməyəcəklər ki, necə qurum, hardan qurum? Ya da ki, özüm gəlib qurmayacağam. Daha dəqiq olacaq və siz də rahat olacaqsınız. Üstünüzdən yük qalxacaq. Əlbəttə ki, yəni aktyor olaraq artıq oynaya biləcəm rahat, fikrim heç yerdə olmayacaq. Aktyorlarla ən azından rejissor kimi daha rahat işləyəcəm. Elə onu soruşmaq istirdim. Həm ssenarist, həm aktyor, həm rejissor, üçünü bir arada necə idarə eləyirsiniz? Yormurmu sizi? Üç rolda birdən olmur. Yenə də bax gəldiyim yerə çıxır 40-60 söhbəti duyğusuz bir insan olduğuma görə hissiz. Əsəb çox bəzi hallarda olur. Yəni üzüntü filan belə geri atma olmur məndə. Sadəcə nəticəyə fokuslanmaq olur ki, istədiyimlə. Ona görə beynim düzdür, yorulduğu olur bu qədər şey olanda. Çünki avtomatik olaraq çatdırmıram. Amma normala görə daha az olur bu şey. Məsələn bir çəkilişimiz var idi. Bilmirəm görmüsünüz yoxsa yox, Emonla bağlı idi o. Görmüşəm, maraqlı idi o da. Onu da məsələn bir gecənin içində ssenarini yazmışdım. Yenə də işığın qurulması filan aktyorlar, yenə də hamısında özüm maksimum şey eləyirdim, yəni üstündə dayanmışdım işin. Uşaqlar çox kömək olmuşdu həm tərəfdə həqiqətən. Yəni orada doğrudan da dəstək olub kömək olanlar var idi və onların bilgisi, məsələn operator Nurlan, eyni şəkildə digər iştirak edənlər. Dəhşət çox kömək olurdular, amma o ərəfədə belə bir an oldu ki, gecə saat hardasa 2 idi. Biz elə bil ki evə, içəridə keçən səhnəyə 70 metr belə kabel çəkirdi ki, orada işıq yoxdur və biz orada işıq qurmalıyıq. O kabeli çəkib, içəridə işıqları qurub, uşaqlara nəyisə izah eləyəndə bir anda stopladım, üstümdə də o branşlet ağırlığı filan. Keçdim otaqların birinə, oturdum belə yerə, qalmışam, məndə də ağlama filan heç nə yoxdur da, amma o dərəcədə dolmuşam, yəni gecə boyu. Qalmışam belə fikirləşirəm ki, mən niyə bu işə əl qoydum da, yəni bu dəqiqə çıxıb getsəm, yəni elə bir ki, hər şey bitəcək kimi daha rahatdır mənim üçün, yəni çıxıb getmək istədim.
Sonra qalxdım ayağa, özümə bir şillə vurdum, dedim ki, özünə gəl. Yəni bu qədər gəlmisən, zaten buradan dönüş yoxdur. Eləyəcəksən bunu axıra kimi. Səhərə kimi o çəkiliş elədik. Səhər saat 8-də artıq hava açılan vaxtı 7-8 civarında. Yenə də mənim yuxum yox. O beyin duman içində belə boşluğa düşmüşəm. Kimsə nəsə deyir burdan. Elə belə boşluqdan bir qeybdən səs gəlirmiş kimi çönürəm. Hə? Belə edirəm amma yoxdur yəni heç nə beyində. O formada o ilk işimiz olub yəni. Çox uğurlu bir işdir məncə. Mən çox bəyəndim. İzləyənlər də məncə bəyəniblər. Yəqin ki elə olur. Çox sağ olun. Soruşmaq istirdim məsələn, belə bir anlarda, hansı ki deyirsiz branşletlə getdim, oturdum, artıq sönmüşdüm mən. Və elə bir anlar yəqin ki tez-tez olur, çünki üstünüzdə çox ağır yük var, 3 adam bir bədəndədir. Və nə edirsiniz bu anlarda? Özünüzü necə motivasiya edib ayağa qalxırsınız? Əslində bir dənə daha çox o olub, yadımda qalan ki, orada onu yaşamışdım. Həm dediyim kimi bir ilk idi. İlk olduğuna görə də bütün yük də belə demək olar 60% mənə fokuslananda, mən idarə edəndə orada adam çox çətin vəziyyətə düşür ki, belə qalırsan işığı hardan qurum, kamera hardan olsun, adamın beyni yanır da. Hər şey sual altındadır. Hər şey sual altında olur. Əvvəldən məkana da gedib baxmışam məsələn. Bilirəm, beynimdə qurmuşam ki, hə, kadr burdan olacaq. Amma əldə avadanlıq olmayanda, az olanda beynində qurduğu edə bilmirsən. Məsələn, işıq yuxarıdan qurulmalıdır, amma baxsan yuxarıda heç nə yoxdur qurmağa işığı. Onun üçün başqa avadanlıq lazımdır ki, sən istədiyi eləyəsən. Avtomatik ikinci B variantı axtarırsan. Ki mən nə edeyim, ən azından o olmasa belə buna yaxın bir şey olsun. Orada uşaqlarla bir ya əl-ələ verib bir şey fikirləşirdi. Ya məsələn tam fərqli formada edirdi, dəyişirdim səhnəni ki, gəl bu belə olsun. Bu tərəf yox, məsələn üzü bu tərəfə çəkək. İşığı bu tərəfdən quraq filan. Alternativ mütləq tapırsınız. Eynən, yəni həmin anda mütləq şəkildə alternativ tapmağa məcbur olurdum. Amma ən çətini də oldu. Yəni əvvəldən düşündüyümün nəticə olaraq istədiyimi ala bilmirdim faiz olaraq. Amma məncə bu daha yaxşı Dəyişmiş bir haldır ki, siz alternativ tapa bilirsiniz və bir yox, bir neçə alternativ tapa bilirsiniz. Ən yaxşı halda vəziyyətdən çıxmağı bacarırsınız. Bir növ, hə, yəni vəziyyətdən çıxmaq deyək buna. Daha yaxşı olmur, amma həmin situasiyada daha yaxşısını eləməyə çalışıram. Bu çox qəşəng bir bacarıqdır məncə. Ki çox istəyirəm ki, həqiqətən tam istədiyim kimi olar nə vaxtsa, tam beynimdə düşündüyüm kimi, ən azından işıq, nə bilim, rənglər, geyim, aktyor oyunu filan, eyni şəkildə səs önəmlidir. Bunlar nə vaxtsa belə tam ürəyimcə olsa, istədiyim kimi olsa ki, yenə də bir şey tapacağam orada. Bir səhv tapacağam, amma mütləq ki, səhvsiz olmur. Bu qədər dəqiqliyi sevən bir insan mütləq orada bir nöqtə tapacaq və orada ilişəcək yəni, olacaq. Yəni o mütləq ki, çünki səhvsiz olmayacaq. Hollywood filmlərinin özündə nə qədər səhvlər olur, amma yenə ən azından onlar artıq təkmilləşiblər, çox təkmilləşiblər. O səviyyəyə çatmaq üçün çox böyük mərhələ lazımdır. Ümidvaram bir gün istədiyiniz səviyyədə bir film çəkərsiniz. İnşallah, yəni çox istəyirəm. Ən böyük zaten məqsədlərimdən biri odur. Çəkəcəmsə tək film olsun, amma çox qəşəng olsun. Həm ssenari, həm ümumi ambiyans, rənglər, düzgün film dadında deyək. Gələk podkastımızın, verilişimizin ən əsas nöqtəsinə, dublyaj səhifənizə. Necə qərar verdiniz dublyaj səhifəsi yaratmağa və kontenti necə formalaşdırdınız? Dublyaj səhifəsinə necə qərar verdim? Əslində Drop of Happiness-i çəkəndən sonra çox az izlənmə gəldi. Fikirləşdim ki, bunun səbəbi hal-hazırda tanınmamaqdır. Ki, normalda məsələn tanınmış bir insan olsaydı, sanki daha çox baxış gələrdi kimi. Fikirləşdim, nə edeyim ki, ən azından bu qədər əziyyət çəkəcəmsə nə vaxtsa, məsələn bir şeyə yatırım eləyəcəmsə özümdə, izlənmə heç olmasa çox olsun. Nə edə bilərəm deyə düşündüm ki, ən yaxşı edə biləcəyim iş dublyaj idi, əziyyətsiz. Əslində bir ara başladım Instagramda 1 dəqiqəlik videolar çəkməyə, standart məsələn komedik videolar özümüz çəkirdik. Gördüm yox, o vaxt aparan bir şeydir. Həm hamını yığmaq, nə bilim hər dəfə özdə yenə də keyfiyyətə önəm verirdim deyə kamera ilə çəkiliş edirdik biz. Yenə gördüm işıq qururam, nə bilim qaçıram keyfiyyət. Uşaqlar deyir ehtiyac yoxdur, telefonla çəkək qutarsın getsin. Deyirəm yox da eləyirsə qoy maraqlı bir şey olsun deyə yenə də keyfiyyət axtarırdım. Gördüm yox, yəni o vaxt aparır. Stabil paylaşım edə bilmirəm disiplinli. Dedim qoy bir dublyaj səhifəsi açım. Elə belə özümü yoxlayım. Qoy bir başlayım dublyajlarımı, köhnə dublyajlarımı. Hardasa 30-a yaxın dublyaj var idi. Paylaşaram qoy görüm nə olur, nə nəticə yaranır. Elə oldu ki, səhifəni açdım, başladım hər gün o köhnə videoları paylaşmağa. Onları paylaşdıqca da artıq yavaş-yavaş səhnələr axtarırdım, yeni-yeni ki, nə edə bilərəm. Daha elə bil ki, o stokda olan videoları bitirəndən sonra nə paylaşacağam. Bir dənə, 2 dənə, 3 dənə video hazırladım. 30-cu videoya çatanda artıq mini deyəsən keçmişdi izləyici sayı. Bilmirəm 500 idi, tam yadımda deyil. Bir ayın sonunda yəni 500-ə çatmışdım. Gördüm yox, çox belə biraz ləng gedir. Mənə ləng gəldi ki, 500 falan, nəsə uzun olacaq elə bil ki bu proses. Artmalıdır. Yəni özümü tam ona eformu verdim ki, artıq bu 30 videom var idi.
Və bunlar köhnədir, yəni 2018-də, 2019-da olanlardır. Dedim indi yəni bir yeni nəfəs qatıb insanların artıq marağı olduğu şeylərə başlasam, bəlkə diqqət çəkər. Başladım sadəcə analiz eləməyə. Fərqli-fərqli videoları götürdüm. Yəni olurdu ki, köhnə cizgi filmlərdən və yaxud nə bilim köhnə filmlərdən, seriallardan analiz eləyirdim ki, insanlar daha çox nəyi bəyənəcək. O formada yavaş-yavaş tempi tuta-tuta hər bir gündən bir başladım dublyaj eləyib paylaşmağa. Və qeyd eləyirdim qıraqda hansı video neçə dəqiqə, nə qədər izləndi və yaxud hansı video nəyə görə izləndi, nəyə görə bunu göndərdilər bir-birlərinə insanlar. Analizlərin nəticəsində səhifə yavaş-yavaş get-gedə qalxdı. 1000, 2000 dayanmadan belə ard-arda qalxmağa başladı. Artıq səhifə artdıqca da mənə elə gəlirdi ki, məsələn, əvvəl mən 5000 izlənəndə video, 2000 izlənəndə deyirdim ki, ha izlənib. Amma elə bir ərəfəyə gəldi ki, 10.000 izlənir, deyirəm izlənməyib məsələn. Nədir? Yəni 50.000 izlənir, deyirəm ki, yox, azdır. 50.000 nədir? Yəni gözləntim artıq oldu 100.000, 200.000 ki, stabil elə bil 100.000 olmalıdır. Bu baxımdan bir balaca o şey demiş, qudurdum yəni ki, artıq daha çoxunu tələb edirdim. Əslində bir tərəfdən də yaxşıdır. Yəni stoplamırsan, həmişə də o içində daha belə yuxarı qalxma istəyi olur. Amma burada bir nüans var ki, bir var ego olaraq qalxma istəyi ki, daha belə yüksəklərə qalxım. Bir də var nəticə olaraq daha yaxşı nəticələr əldə etmək. Yəni az izlənirsə demək ki, mən orada bir kifayətsizlik yaşamışam, nəyisə düzgün verməmişəm. Ya yaxşı gülməli olmayıb, yəni nə bilim belə o dərəcədə diqqət çəkən bir şey olmayıb. Bu səhvi özümdə görüb əsəbləşirdim ki, niyə yəni bunu elədim. Qaça-qaçla eləmə dedim bu dəfə yəni daha belə gec-gec paylaş, amma daha yaxşı şeylər paylaş. Az amma öz olsun. Yəni az olsun. Amma əziyyətli olsun bu dəfə də. Keyfiyyətli olsun, razı qalın. Analiz qabiliyyətiniz də işlərinizin bu ərsəyə gəlib çıxmasında çox böyük rol oynayıb. Eynən, ən çox, yəni ən önəmli faktor odur. Həm videolarınızın kəşfiyyata düşməsində, çox izlənməsində, həm sizin bu qədər tanınmağınızda, həm özünüzü analiz eləmisiniz, səhvi təkcə videoda görməmisiniz, özünüzdə də düzəlişlər eləmisiniz. Mütləq şəkildə, yəni səhvsiz. Çünki səhvi görməsəydim, inanmıram ki, bu dəqiqə o səhvi o dərəcədə qalxmışdı, irəliləmişdi. Və işin ən maraqlı tərəfindən biri nədir? Görürəm, məsələn, bu işi hal-hazırda görən çox insan var. Bəziləri tanışdır, bəziləri məsələn baxıram ki, çoxdandır bu işi görənlərdir. Və yəni müəyyən kütləyə də sahibdirlər onlar da. Sadəcə burada işin ən önəmli tərəfi nədir? Bir balaca o dublyaj aktyorluğunun burada kömək olur ki, daha fərqli səslər çıxartmaq, necə deyim, personaja daha düzgün formada o adaptasiya olmaq ki, uyğunlaşırsan. O baxımdan analizdir, məsələn, praktikalarda o dublyaj praktikaları və ən böyük aktyorluq oranı bitirmişəm deyə o daha çox kömək olur bu Rol baxımdan. çoxdur. Eynən, həm diksiya baxımından da məsələn. Orada yəni 5-6 dənə səhnə danışığından müəllim dərs deyib diksiya baxımından. Bu baxımdan da artıq bilirəm vurğular harda vurulur, sözlər necə deyilir. Düz indi o qədər belə dublyajlar eləmişəm ki, biraz o rəsmi dildən çox uzaqlaşmışam. Bəzən olur türk dilli sözlər istifadə edirəm, amma rus dilli falan bacardığım qədər yəni uzağam oradan. İzləyicilərinizin rolu nə qədər olur sizin videoları hazırlamağınızda? İzləyicilərin rolu açığı Daha hamının doğrusu rəyini oxuyuram. reaksiyalarda, rəyləri. Rəyləri oxuyuram. Yəni çox mesaj gəlir. Bir də görürsüz hansısa bir videonun altına rəy atmışam. Məndə də elə bir şey var. Daha çox gif atıram. Tanınmadığım bilməm türk bir səhifədə hansı bir videodur. Görürəm sadəcə bir rəy yazıram və yaxud xarici bir səhifə ümumiyyətlə heç türk də deyil deyə. Ora bir rəy atmışam. Girirəm görürəm kimsə mənə yazıb Rasim məsələn. Ya nə bilim gəl başqa şey yazırlar. Qaqa sən burada nə edirsən? Belə bir şey yazan olur ki, xarici səhifədə. Və maraqlı gələn nədir? Məsələn, o ki girirsən səhifəyə, görsən ki, tam əlaqəsiz bir videoda səni like eləyənlər o follow back yazıb, yəni səni izləyənlərdir. O maraqlı gəlir. İnsana belə motivasiya verir ki, yəni demək ki, burada belə gəlib artıq səni tapıblar. Reyvi də orada, yəni girib rey yazıblar ki, sən burada nə edirsən. Maraqlı gəlir o baxımdan. Sizi ən çox güldürən rey olub hansısa videonuzun altında? Olub. Bir dəfə olmuşdu. Çox maraqlı bir reydir. Onu göstərərəm şəkil. Onu biz stiker olaraq hazırlamışıq. Bir nəfər TikTokda girdim videoya baxdım ki, it şəkli var belə, barmağını belə tutub, yazıb ki, bu nədir Ervin? Sualına. Çox əlaqəsiz idi, boşluğuma gəldi, ona çox gülmüşdüm niyəsə. Bir dəfə də dostum mənə atıb YouTubedan ki, bəs bir nəfər belə bir şey yazıb, gir bir dənə buna bax, güləcəksən. Girdim baxdım, gördüm yazıb ki, nə olar Sabir. Belə yazıb. Qalmışıq belə ki, nə əlaqədə nə olar Sabir nə deməkdir ya? Burada videoda Sabir adı yoxdur. Dostum Sabirdir, onu bildim. Ki Sabirə niyə belə bir şey yazsın durduq yerə, nə olar Sabir? Sonra başa düşdüm ki, adam nə olar Sabit yazmaq istəyib. Yəni rəyimi Sabitdə. Sadəcə olaraq t olub r nə olar Sabir kimi.
O da o vaxtdan bizim dilimizdədir. İndi hər nə oldu Sabirə deyirəm, nə olar Sabir. O formada elə dünən də bunun zarafatını eləmişik. Stikerləri də var, hazırlamışıq özümüz üçün. İzləyicilərinizin ən çox istədiyi film hansı olur adətən? İzləyicilərin istədiyi filmlər adətən məsələn elə daha çox izlənən filmlərdən kadrlar olur. O dediyim kimi Rasim Nigar söhbəti, Key and Peele xaricilərdə belə qısa metrajlı komedik videolar var. Onu da birinci dəfə adətən necə çıxır qabağıma bu videolar? Instagramda Reelslara baxdıqca məsələn görürəm qabağıma çıxır, atıram mənim bir dənə kanalım var orada. Yəni daha doğrusu Sabirlə özümə ortaq açdığım bir qrup. Ora atıram, hamısını yığıram orada bir-bir. Nə vaxtsa belə ehtiyacım olduqca girib baxıram ki, görüm nəyi dublyaj edə bilərəm, hansı filmlə səhnə var idi. O formada girirəm, həmin səhnəni tapıram. Bəzən olur ki, məsələn, elə bir səhnədir ki, heç ümumiyyətlə tapmaq olmur yəni. Nə filmin adını, nə də ki, həmin o hissəni, köhnə filmlərdən olanda. Girirəm bir-bir araşdıra, o səhnəni axır tapıb üzə çıxardıram. Ki mən onu dublyaj eləyəcəm. Yəni beynimə qoydumsa girib tapıram. Ağlınızda varsa mütləq tapmalısınız. Hə, yəni mütləq. Məsələn, bu yaxınlarda elə bir situasiya oldu. Çox köhnə xarici bir skeçlər idi. Bizdə məsələn misal çəkəcək olsam, Planet Panis Bakunun köhnə skeçləri var. O təzədə bir şey idi. 27 dəqiqəlik hərəsiyə 22 dəqiqə. Girdim onu güc bala ilə tapdım. 27 bölüm ard-arda baxdım ki, o istədiyim səhnəni oradan tapım çıxardım. Hətta o qədər izləmisiniz aslında. Hə, yəni oturub 27 bölüm belə keçə-keçə baxmışam ki, o səhnəni tapacağam mən. Məsələn, izləyiciləriniz hazırda sizin ən çox filmləri dublyaj eləməyinizi sevir. Yəni dublyaj olunan türk filmlərini və ya Rasim Nigar kimi hissələri çox sevirlər. Ervin özü nəyi bəyənir ən çox Ervinin qabiliyyətləri arasında belə deyək? Özümün də ən çox bəyəndiyim əslində oradan elə həmin o Rasim Nigar söhbəti oldu. O personajlar daha maraqlıdır həqiqətən. Hətta özüm onu dublyaj eləyəndə də gülürəm. Mətnləri necə yazırsınız məsələn? Mətnləri valla məsələn kadra baxıram. Bir dəfə ümumi baxıb beynimdə sadəcə onlar necə danışardı deyə təsəvvür eləyirəm ki, bu burada buna nə deyə bilər. Bir də gerçək situasiyanı məsələn analiz edirəm ki, orijinalda nə danışır? Mən bunu Azərbaycancaya çevirsəm hansı milli ünsürləri qata bilərəm və yaxud da bizim insanlara xas özəllikləri qata bilərəm? Baxdıqca onu beynimdə canlandırıram. Yenə dediyim kimi 2 dənə tanış bir adam qoyuram onların yerinə. Tutaq ki, o Rasim Nigar cütlüyü fikirləşirəm bu kimə oxşuyur ətrafımdan. Baxıram bu filan kəs ola bilər. Bunun yerinə bunu qoyum, xarakteri ona oxşuyur. Digər oğlanın da yerinə məsələn bu biri o tanış bir adamı qoyum. Onların və bir-birinin ünsiyyətinə baxıram ki, onlar danışsa Azərbaycan dilində necə olardı, yəni bir-birlərinə necə ünsiyyət qurardılar. Və yəni beyində elə anında təsəvvür eləyib o cümlələri elə anındaca yazır yəni beyin. Çox maraqlı alınıram mətnləriniz. Yəni adətən məsələn o reka basıram, elə stabil gedir belə axıra kimi. Çox maraqlıdır. İndi istəyirəm biz bir dublyaj eləyək burada canlı. Gəldi işin pik hissəsinə. Ən maraqlı hissəsi buradır məncə. Deməli bizim qabımızın içində, yumru topların içində sizin izləyicilərinizin ən çox bəyəndiyi obrazlar var, belə deyə personajlar. Siz hansısa birini seçib burada onlardan bir hissə bizim üçün dublyaj eləyə bilərsiniz. Olar. Buyurun. Çox maraqlı indi hansını seçim. Elə üstdə olanlardan birini götürək. Olsun bu. Görək kim çıxacaq içindən. Təxmin edeyim kim çıxa bilər. Ramiz da elə bir hiss edir. Niyəsə? Görək. Bihter aşkı menyu. Menyu nə idi? Aşkı menyu. Aşkı menyu. Bunu heç vaxt eləməmişəm. Bihter orada hansı personaj idi? Özünü öldürən, Behlüllə münasibəti olan qadın personajı. Adnanın həyat yoldaşı. Dəyişə də bilərsiniz bu arada. Bildim. Bunu dublyaj eləyəcək olsam, bildim o axırda gəlir qapını qırır deyir, sən benim oğlumdun. Özünü öldürən qız. Bəli. Hə, Bihter odur. Hə, maraqlıdır. 11 səhnəsini görmüşdüm o vaxtda. O deyir, gözlərimin önündə bir-birlərini seviyorlar deyir. Ən məşhur səhnə o da elə. Ən məşhur elə onunla tanımışdım. Onu kimsə dublyaj eləmişdi o formada. Gözlərimin önündə nə bilim. Amma Azərbaycan dilində mənim səsimlə olsaydı, məncə də stabil o Eşrefdəki insanın səsi kimi olardı deyə düşünürəm. O da yəni belə bir şeydir də. Behlül. Yox, Behlül yox, qızın adıdır. Bir dəqiqə. Yox, Behlül oğlanın adıdır. Behlül. Məsələn, mən niyə xəyanət elədim filan bu tipdə olacaqdı adətən. Bunu bir dəfə gərək baxın, məlumatım yoxdur deyə tam belə biraz yad personajdır. Birini də bəlkə seçə bilərsiniz bizim olar, üçün. Yəni. Tanışlardan kimsə çıxdı. Bir neçəsini də seçmək olar. Buyurun. Gərək kim çıxacaq bu dəfə bəxtimizə. Neçə dəfə istəsəz hamısını eləyə bilərik. Baxaq bu nədir? Ali Ezel. Məşhur Ramiz dayı ilə o var səhnələri. Bir səhnəsi, hə. Orada məsələn bax personajın bir balaca çənəsi qabağadır deyə
avtomatik olaraq mən də dublyaj eləyəndə ona uyum sağlamaq üçün, yəni ayaq uydurmaq üçün bir növ deyək, çənəni qabağa edib danışırdım. Bir də bir balaca ləhcə qatmışdım ona. Necə danışırdım deyə yadıma saldım. Məsələn, "Mandarini bizdən nöşanmırsan, hə?" Biraz burunla belə bir çənə qabağa bir personajdır. "Getdin keçən dəfə bizdən almadın mandarini?" Belə bir personaj kimi. Sonra tutaq ki, Ramiz dayı da ona qarşılıq verirdi oradakı. Bəs evinizə alıram mandarini. Gəl istəyirsən götür məndən qabağa apar falan belə bu tipdə. Çox maraqlıdır həqiqətən də. Mən çox xoşuma gəlir Ramiz dayını dublyaj eləmək. Ramiz dayı ikonikdir artıq. Yəni elə onun öz səsini eləyirəm demək olar ki, çalışıram öz səsinə maksimum uyğun olsun. İstəyirsiniz yenə birini də seçmək olar. Çox xoş olar bizə. Əsas o mən də Nigarla Rasim istəyirəm. Nigar Rasim çıxmır deyəsən. Dedi və çıxdı deyəsən. Aha. Nigar Rasim. Ən sevilən obraz Nigar. Bəli, ən əsas odur. Orada nüans nədir? Personajın özü orijinalda elə danışır o formada. İngilis dilindən versiyada məsələn oğlanın adı Andrew'dur. Belə gedir. O da bu formada deyir. Andrew, where are you? Bu səslə danışır. Mən dedim ki, qoy Andrew'nun yerinə Rasim olsun. Qızın adı Megan'dır. Megan oğlan hər dəfə deyir. Dedim Megan da yerinə nəyə uyğun gəlir? Megan, Nigar. Niyəsə belə bir şey qərar verdim yəni. Dedim qoy Nigar olsun. Başladım oradan yola çıxmağa. Səsi də kopyaladım. Burada özümdən qatmamışam. Amma Azərbaycan dilindən biraz fərqli çıxır yəni. Dublyaj eləyəcək olsam indi oradan bir səhnə məsələn ən çox izlənən kinoteatr səhnəsi var idi. Ən sevilən o. Ən belə sevilən o idi. Rasim, hardasan? Rasim. O şeydir. Ya sevgilimi axtarıram. Rasim. Buydu. Sonra deyir Rasim, Nigarın Rasim demək. Orada məsələn ağladığı səhnələr var idi ki, məndən başqa nə etdim. O formada burunda ağlaya. O hissədə özüm də çox gülmüşdüm, çünki dublyaj edəndə daha gülməli alınmışdı orijinalda. Sonra başqa oradan sevdiyim səhnələr məsələn şey söhbəti var idi, o ayrılıq söhbətində oturmuşlar kafedə danışırdılar. Məndən niyə ayrılırsan? Məndən kafе söhbətində var idi. Afisanta məsələn orada verdiyi o əzab da çox gülməli idi. Məsələn orada şış deməlidir əslində, orijinalda şş belə eləyir. Dedim bu mikrofonda o dərəcədə yaxşı eşidilməyəcək. Mən tam belə eşidilsin deyə şeylərim ş. Dedim qoy belə olsun yəni. Daha fərqlidir. Yəni heç vaxt heç kim yəni ş deyə bir şey eləməyib də. O da çox qəşəng yəni yaraşdı ona həm tərəfə də. Sonra məsələn onun sonluğunda o yenə ağlaya. Sən məni alçalda bilmərsən. Şeydə istəsən də alçaltmayacaqsan filan. O səsi biraz sıxa. Amma siz Nigarı necə tutub yaratmısınız? Eyni ilə odur da, heç elə bil dublyaj deyil. Sanki Nigar həqiqətən də o qadındır. O dediyim kimi orijinalından kopyalamışdım. Yəni orijinalında necə idi? Sən məsələn Andrew, Rasim. Demək olar eynidir yəni. Kopyalama. Amma çox qəşəng, mətnləriniz də çox qəşəngdir, çox maraqlıdır və çox gülüşə səbəb olur. Mətnlər də çox belə absurd dərəcədə. Şeydə kinoteatr söhbətində demək olar ki, hardasa eynisini yazmışdım. Elə böyük bir fərq yox idi. Sadəcə milli versiyaya keçirtmişdim. Amma digərlərində söhbət hamısı dəyişib. Yəni digərlərində ümumən belə dəyişmiş bir hekayədir. Orada başqa bir söhbət gedir. Məntiq olaraq ortam eynidir, gedən dialoqlar fərqlidir yəni. Belə bir şey, situasiya eynidir. Son olaraq birini də istəyəcəm çəkməyə görə bu dəfə kim çıxacaq vaxtımızda? Olar, nəş olmasın. Nigar kimi. Nigar. Sonra baxaq bu nədir? Yapraq dökümü Ali Rza bəy. Ən sevdiyim obrazdır. Bu kompüter niyə işləmir? Gəl bir dənə bax görüm buna. Orada o səhnə var idi ki, kompüterdə qələt edirdi. Səhvən bir şey açmışdı. Fiko, ay qız. Şey gəlirdi. Qadın adı nə idi? Hayriye. Hayriye idi də, düzdür? Mən Fahriye edirdim ona. Hayriye imiş. Hayriye idi. Fahriye idi. Valla mənim də yadımda. Yox, Hayriye idi, düzdür? Hayriye olmalıdır. Ay qız, Hayriye. Ona nə? Onda Hikoş deyirdim. Fikrətə Fikoş deyirdim, o birisinə Hikoş deyirdi. Ali Rza, sən Allah oturduğun yerdə demə uşaqlara. Bunlar mənim balalarımdır. O bir səhnə var idi, o Lalə devri. Siz mənim uşaqlarımsınız. Bu yaxınlarda onu dublyaj edəcəm, o səhnəni. Böyle bir kaprizli bir insandı yani. Maraqla gözləyirik dublyajlarımızı və çox güldürdünüz bizi. Çox təşəkkür edirəm. Xoşdur. Siz birini götürün. Mən də maraqlı ki, başqa nələr var orada. Buyurun. Rənglərdən sonuncu olsun. Aha. Görək bu nədir? Bu kim çıxacaq içindən? Bu kim çıxacaq? Tanıdığım bir şey. Yamaç Koçovalı. Aha. Yamaç standartdır, yəni demək olar öz səsimdir.
o açığı baxmamışam, çukura da baxmamışam. Belə ümumi məlumatım var, amma adlarından ya Vartolu deyəsən var idi orada, Aha. Vartolu personaj. Onun səsi məsələn qəşəngdir. Onu eləsəm daha maraqlı olar deyə Buyurun. düşünürəm. Amma heç vaxt yoxlamamışam, bilmirəm. İlki burada. Qoy baxım görüm o olsaydı necə olardı məsələn. Bartolunun məncə mətnləri də maraqlı olar, çünki onun danışığı da fərqli idi. Eynən, hə, normalda belədir. Ya bundan nədən qoyuyorsun falan bu tipdə bir Hə. danışığı var idi, səhv eləmirəmsə. Azərbaycan dilindən də elə hardasa məncə o tipdə bir şey olacaq. Mən dedim bunu götür burdan, sən gəlib qoydun qabağıma, uzaq başı. Ya nə bilim məsələn, yamaç qalxağa görün böyük gələndə oturmazlar filan. Elə böyük bir dəyişiklik olmaz deyə düşünürəm. Çox Bəlkə maraqlı. dublyajda bəlkə eləyərdim. İndi belə ani gəlmir. Onda sizdən bir dənə də Vartolu dublyajı gözləyəcəyik. Bunu eləmək olar, maraqlı olar. Onun maraqlı səhnələri var. Dostu ilə birlikdə danışıqları çox gülməlidir. Hə, Məsələn, o iki dənə şeydir, aralarında olan o münasibət zarafatlar. maraqlı bir münasibətləri var. Onu eləmək olar. Maraqlı olar. Çox təşəkkür edirəm bu oyun Xoş üçün. oldu. Və Xoş son oldu. sualımı da Aha. sormaq istəyirəm Buyurun. sizdən. Özünüzü bunlardan başqa sınamaq istədiyiniz sahə olub, heç dublyajdan başqa? Yox, heç birini. Heç birini sınamıram. Mən həmişə hamısında yaxşıyam filan deyirəm də. Digər kimi. Sınamaq istədiyim əslində həmişə detektiv olmaq istəmişəm. Amma işin əsl mənasında o filmlərdəki detektiv olsaydı, belə o tip, yəni uzun mərhələli yəni bu ora gedir mövzu, uzun mərhələli prosesi sevmirəm. Araşdırım, nə bilim bir tutaq ki, deyirəm bir hadisə baş verib, dərinliyinə kimi gedib onu araşdırıb tapmaq kimi bir istəyim olur həmişə. Amma bu detektiv olmaq ruhunuzda var deyə məncə işinizə çox təsir edir. Gedirsiniz, baxırsınız, alternativ yollar axtarırsınız, nəyi necə hardan tapım, düzüm, qoşum və s. Yəni bir növ çox biraz soyuqqanlı insan olduğuma görə, məsələn əməliyyat videoları da girib çəkmişəm. Çünki iş olaraq videoqraf kimi də işləyirəm. Həkim deyir ki, bilirsən də necə çəkməlisən. Yəni bundan əvvəl yəqin ki olmusan. Dedim ki, yox, birinci dəfədir. Həkim belə baxır mənə, deyir, necəyəm, birinci dəfədir girirsən, bundan əvvəl girməmisən. Deyirəm, yox. Baxır deyir, sən necə adamsan? Deyir, bu necə bir soyuqqanlılıqdır? Yəni deyir, insan bir şey olar da, necə heç nə hiss eləmirsən. Yəni Reaksiya bir vermirsən. yəni bir reaksiya verər də adam. Baxıram belə maraqla filan. O da elə bilir ki, mən görmüşəm bundan əvvəl. Amma Çox- yəni çox biləndə ki, soyuqqanlı. görməmişəm. Normalda məsələn mənim də bildiyim qədərilə həkimlər uzun bir mərhələdən keçir ki, gəlib onu görsünlər. Amma yəni biraz məndə o olan soyuqqanlığa görə daha belə maraqlı bir şey axtarıram. Ki ona görə detektiv olma istəyi həmişə olub. Çünki maraqlı gəlib ki, necə baş verir söhbətlər. Bu biraz soyuqqanlılıq deyil də, bu çox soyuqqanlılıqdır. Hardasa yəni. Əslində yəni o bir var vicdansız, insafsız olmaq. Yox, o dərəcədə deyil. Yəni sadəcə olaraq beyin hər şeyi normal algılayır. Yəni mənim üçün yad gələn bir şey yoxdur. Belə ondan diksinim. İnsan belə əslində düzdür, çox pisdir. Yəni görüntü olaraq çox pisdir. Bu da çox maraqlı və fərqli bir məqam Maraqlıdır. idi sizlə Yəni, bağlı. bu da anormal bir situasiya idi. Amma yəni zaten həkimlər özü o qədər elə şeylər görüb öyrəşiblər ki, mən elə bil ki, onları görmədən artıq öyrəşmiş kimi beyni ona hazırlayıram. Yəni beyni bir növ idarə edirəm elə şeylərdə. Çox maraqlı idi bu. Sizdən Absurd- gözləmədiyim bir. Absurd bir şey məqam. idi, amma maraqlı idi həqiqətən. Sizdə də maraqlı təcrübə olub onsuz. Praktikada həmişə istəmişəm, həkim də olmaq istəmişəm. Yəni o vaxtı məsələn 2 dənə bitişik gilas var idi. Onları götürüb yavaş-yavaş belə kəsə-kəsə əməliyyat formasına ayırırdım ki, güya bitişik əkizləri ayıram bir-birindən. Axırda belə vişnənin suyu onu silirdim yavaş-yavaş eləyirdim. Mamaya da deyirdim ki, oradan salfetkanı ver, alnımı sil. Maraqlı. Uşaqlıqda həvəsiniz olub belə şeylərə. Hə, uşaqlıqdan belə bu tipdə anormal şeylər eləmişəm. Yəni kino da çəkmişəm, dublyaj da eləmişəm, uşaqlıqdan hamısı. Və sonda sizin kimi gənclərə, uşaqlara və sizin olduğunuz yerə gəlmək istəyən gənc dublyajçılara, aktyorlara nə məsləhət verərsiniz? Nə məsləhət verərəm? Ən əsas həmişə dediyim bir şey var ki, hər gün 1 dəqiqə belə olsa yeni nəsə öyrənin. Yəni yeni nələrsə öyrənməkdən heç vaxt qaçmaq lazım deyil. Kim olur olsun, kimliyindən asılı olmayaraq, səhv danışsa belə qulaq as o adama. Onun səhvindən düz də çıxarda bilərsən. Bax onun həyat hekayəsinə gör nə danışır, ya bir təklif eləyir məsələn. Ola bilər ki, sən artıq görmüsən, 50 dənə o təklifdən görmüsən. Sadəcə bax bəlkə bir dənə cüzi, bir dənə söz ola bilər ki, oradan deyirsən ki, bu çatmırdı nədəsə. Ona görə maksimum araşdırmaq, həmişə dinləmək, bir də ki, yəni boş işlərdən uzaq qalmaq. Yəni maksimum inkişafa doğru yönəlmək, bir də təslim olmamaq heç vaxt. Həmişə mübarizə Yəni, aparmaq. Mütləq şəkildə həmişə həyatda heç olmasa bir iz qoymaq lazımdır. Yəni buna məqsədi olaraq buna nail olmaq lazım deyə düşünürəm. Ki gəlmişik bir dəfə bu dünyaya, heç olmasa bir yerdə bizim də adımız keçsin hardasa. Özümüzə bir yer eləyək. Yəni boşdan bir həyat olmasın. Çox maraqlı, çox təşəkkür eləyirəm.
Çox Mən də çox maraqlı oldu Mən də təşəkkür söhbətimiz. edirəm. Çox sağ olun. Həqiqətən maraqlı idi bunlar. Çox sevdim. Düzdür, orada 2 dənə personaj yad idi. Mən heç vaxt eləməmişdim, amma maraqlı idi. Onlara baxacağam təkrar. Sizdən çox maraqlı bölümlər də gözləyirik. İnşallah, inşallah çox istəyirəm. Mən də çox sağ ol bildirirəm. Təşəkkür edirəm bir daha gəldiyiniz Xoşdur. üçün. Təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Növbəti bölümlərdə görüşmək ümidi ilə.